ATT Minsk qrupunun Amerikalı həmsədri James Warlick bu həftə kanalımızın qonağı oldu. ATV-də həftə sonunun suallarını cavablandıran vasitəçi bir çox məqamlara aydınlıq gətirdi. Nəzərə alsaq ki, bu müsahibə həmsədrlərin İrəvan görüşündən sonraya təsadüf edib, onda Warlickin açıqlamalarını izləməyə dəyər. Mr. Ambassador, welcome. It's very nice to see you. Xoş gəlmisiniz. Çox sağ olun ki, bu qədər məşğul bir iş cədvəli ilə bizim üçün vaxt ayıra bilmisiniz. Beləliklə bizim birinci sualımız. Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində bir durğunluq müşahidə edilir. İlin geri qalan hissəsi üçün proqnozlarınız nədən ibarətdir? Siz xüsusilə nəyə vurğulamaq istərdiniz? Münaqişə ilə bağlı pozitiv və neqativ məqamlar nədən ibarətdir? What would you specifically like to highlight? Well, first let me thank you for inviting me to Əvvəlcə sizə təşəkkür etmək istəyirəm. Siz çox peşəkar bir televiziya kanalısınız. Mən yenidən Bakıya gəldiyim üçün də çox məmnunam. Neçə illərdir Bakıya gəlib gedirəm. Bakını heç vaxt belə gözəl görməmişdim. Bilirəm ki, atletlər gəlir, Bakıda Avropa oyunları keçirilir. O ki qaldı sualınıza, bilirsiniz ki, prezidentlər bir-biri ilə ötən il ərzində 3 dəfə görüşüb və dialoqu intensivləşdirməklə bağlı danışıqlar aparıblar. Biz bunu dəstəkləyirik. Onları bu ildə bir araya gətirmək istəyirik. Bilirsiniz ki, ilin birinci yarısında prezidentlərin iş cədvəli çox məşğul idi. Bizim işimiz bu müzakirələrə dəstək olmaq və təşkil etməkdir. Təbii ki, böyük dəyişiklikləri birdən-birə gözləmirik, amma irəliləyişlər olur. Keçən ay Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirdi ki, danışıqların gedişatında pozitiv imkanlar var. Həmsədr ölkə kimi ABŞ-ın bu pozitiv imkanlarla bağlı fikri nədən ibarətdir? Lavrov bu işi çox yaxşı bilir, üzərində uzun illərdir işləyir, tərəflərlə də o cümlədən. Prezidentlər ən vacib məqamların, eləcə də elementlərin çoxu barədə deyərdim ki, razılaşırlar. İndi bizim də prezidentlərin də işi çoxdur. Mən inanıram ki, onların hər ikisi danışıqlar prosesinə sadiqdirlər və biz işimizi davam etdirəcəyik. Keçən il həmsədr ölkələrin hər üçündə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər keçirildi. Amma bu il heç bir görüş olmayıb. Siz bunu necə şərh edərdiniz? Bu il belə görüşlər gözlənilirmi? Both presidents have had very busy schedules. Dediyim kimi, hər iki prezidentin ilin ilk yarısında məşğul iş cədvəli vardı. Biz inanırıq ki, onlar vaxt tapdıqları zaman məhsuldar danışıqlar olacaq. Mən elə indi İrəvandan gəlirəm. Biz əmin olmaq istəyirik ki, görüş baş tutanda bu məhz pozitiv istiqamətdə olacaq. İndi biz Xarici İşlər nazirlərlə bir araya gələcəyik və təbii ki, bu cür görüşlər görüş xatirinə deyil, işi irəli aparmaq üçün olmalıdır. Sizin Azərbaycanın səfərinin zamanı Azərbaycanda birinci Avropa oyunları keçirilir. Siz Azərbaycanın çox sayda ölkədən idmançıları müsbət bir atmosferdə birləşdirmək üçün göstərdiyi səylərini necə dəyərləndirirsiniz? Bu çox pozitiv məqamdır. Açılış üçün burada olmaqdan çox məmnunam. Mən ümid edirəm ki, hər şey həqiqi idman ab-havasında keçəcək. Milli məsələləri müəyyən müddətdə kənarda da qoymaq olar. Bu bir bayramdır. Kimin qalib gəlməsindən asılı olmayaraq, həqiqi idman şəraitində. Bakının oyunları ev sahibliyi etməsindən dolayı çox məmnunam. Bilirəm ki, Azərbaycan beynəlxalq ictimaiyyətə gözəl bir mərasim və mükəmməl oyunlar təqdim edəcək. Təyinatınızın əvvəlində demişdiniz ki, münaqişənin sülh yolu ilə həllinə fərqli yanaşma nümayiş etdirəcəksiniz. Bununla bağlı hansı yenilik əldə etmisiniz? Mən öyrəndim ki, danışıqlar sakit getməlidir, məxfi olmalıdır. İnsanlar görməlidir ki, biz regiona gəlib gedirik. Amma xalqları sülhə hazırlamaq, məlumatlandırmaq, təbii ki, Xarici İşlər nazirləri və prezidentlərin üzərinə düşür. İnsanlar sülhə layiqdir. Onlar təsvir etməli və bilməlidir ki, gələcəkdə sülh necə görünə bilər. Bu, vasitəçi kimi mənim işim olmasa da rəhbərlərin işidir. Düşünürəm ki, xalqlar da sülhə razılaşar. Biz sizi sosial mediada çox aktiv bir istifadəçi kimi tanıyırıq, xüsusən də Twitterdə. Bunu necə şərh edərdiniz? Oradakılar sizin rəsmi mövqeyinizdə, yoxsa şəxsi fikriniz? It's my personal account. Mənim şəxsi fikirlərimdir. Bilirəm ki, tərəflər bunu bəzən fərqli qarşılaya bilər. Mənim Twitterim informativ xarakterlidir. Mən insanlarla əlaqə qurmağa çalışıram. Bilirsiniz ki, Twitterdəkilər əsasən gənclərdir. Onlar sosial mediadan fəal istifadə edir. Ermənilər və Azərbaycanlılar Sovet dönəmində yanaşı yaşayıblar. Amma yeni nəsil həmin nəsil deyil. Onların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Mən inanıram ki, sosial media buna kömək edə bilər. Mən inanıram ki, Azərbaycanlılarla ermənilər yenidən
yenidən dinc yanaşı yaşaya bilər. After resolution, Demək münaqişənin həllindən sonra vəziyyəti belə görürsünüz. to each other countries. Yes, I think if there's going to be a lasting settlement. Bəli, mən düşünürəm ki, münaqişənin uzunmüddətli dayanıqlı həlli mümkündür. Mən demirəm ki, hər şey mükəmməl ola bilər, amma inanıram ki, etibar hissi və uzun müddətli sülhün üzərində işləməliyik. İndi erməni atletlər Bakıdadır. Onlar öz gözləri ilə Bakını görə bilərlər. Azərbaycanlılar üçün də eyni şansın, nə vaxtsa Ermənistana getmək şansının olmasını istərdim. Onlar da İrəvana gedər və ünsiyyət qura bilərdilər. Bunu indiki vaxtda görmək çətindir, amma olsa yaxşı olardı. Talk with Azerbaijanis and others here. Thank you very much, Mr. Ambassador. It was very nice. Çox təşəkkür edirik bizə vaxt ayırıb müsahibə verdiyiniz üçün. It's an honor for me. Thank you.